İkinci və zəruri ələ aldığım konu bir qavram haqqındadır, bir anlayış haqqındadır. O anlayış Azərbaycan mərkəzli düşüncə ya Azərbaycan mərkəzli zehniyyət. Bu qavram bəzi aktivistlərin içində işlənir və hətta bu sahədə bir yazı da yazılıbdır. Yəni hətta bir kitab səviyyəsində bir yazı yazılıb ki, güya Türk Milli Demokratik Hərəkatının sıralarında olan aktivistlər Azərbaycan mərkəzli düşüncə sahib olmalıdırlar. Və bunu mən sizin də danışıqlarınızda gördüm ki, düşüncə Azərbaycan mərkəzçi olmalıdır. Yaxşı, mən bu zehniyyəti, yəni Azərbaycan mərkəzli zehniyyətin təbliğ eləyənlər və yayanları istiqlalçı düşüncə və ya istiqlalçı məfkurəsinə söykənənlərdə görürəm və istiqlal məfkurəsindən qaynaqlanan bir düşüncə bilirəm. Niyə? Çünki istiqlal məfkurəsinə dayanan bir anlayış Azərbaycana yalnız düşünür. Azərbaycanın istiqlalına düşünür. Azərbaycan İrandan ayrılsın, bir devlət olsun deyə düşünür. Halbuki Türk Milli Demokratik Hərəkatı yalnız Azərbaycan deyil. Azərbaycanda yalnız 10 milyon insan yaşır Azərbaycanın topraklarında. Həmədan daxil, Zəncan, Ərdəbil, Azərbaycan qərbi şərqidə 10 milyon Türk insanı yaşır. Halbuki İranın çapında 40% Türk insanı var. 40% Türk insanı 32 milyon təqabül edir bugün 85 milyonla. Yəni 22 milyon insan, Türk insanı Azərbaycandan xaricdə yaşır. Yəni o adam ki bugün deyir Azərbaycan mərkəzli zehniyyət əsasında əməl etməliyik, o 22 milyon insanı gözdən atır. Yəni Türklərin 3-dən 2'sini gözdən atır. Yəni bu potansiyeli ki 20 ta 22 milyon Türk insanı eləyə bilər, Türk Milli Demokratik Hərəkatında güclü etkili olsun, o potansiyeli gözdən atır, yalnız 10 milyona strateji qurur. Ona görə mənim düşüncəm əsasında Azərbaycan mərkəzli düşüncə deyil, İranda gedən Türk Milli Demokratik Hərəkatı Türk mərkəzli zehniyyətə sahib olmalıdır. Niçin? Çünki Türk mərkəzli məfkurə İranda yaşayan tamam Türkləri, hətta tək insanları bu milli demokratik hərəkatına cəlb etməli və o potansiyelindən, yəni 32 milyon insanın potansiyeli ilə Türk xalqının istəklərini və tələblərini gerçəkləşdirməyə çalışmaq lazımdır. O tələblər və istəklər nədir? Azərbaycanda bir hakimiyyət qurma, bir devlət qurma. Ondan sonra Tehran və Kərəcdə çoxunluq olan türklərə haqq qazandırma. Yəni bir özəl bir idarə sistemi Tehran və Kərəcdə olmalıdır ki, orada mövcud yaşayan xalqların cəmiyyət kalibrlərinə, əndazələrinə görə eləyə bilsin, haqq sahibi olsunlar. Ondan sonra Qaşqayda bir avtonomi qurulsun. Türk kantonlarında umumən İsfahanda, Xorasanda, Qəşqaistanda bu kantonlarda bir avtonomi qurulsun və türklər öz yaşadığı kompakt yerləri idarə eləsinlər. Halbuki Azərbaycan mərkəzli zehniyyətdə yalnız Azərbaycanda yaşayanlara plan və proqram var. Tehranda və Kərəcdə yaşayan türklərə ki, bəlkə sayıları hətta Azərbaycandan belə çox olmuş ola, ona bir plan yoxdur. İranın başqa bölgələrində yaşayan, adını çəkdiyim Türk kantonlarında yaşayanlara belə bir plan və proqram yoxdur. O zehniyyətin içində, Azərbaycan mərkəzli zehniyyətin içində. Halbuki Türk mərkəzli zehniyyətdə həm Azərbaycana düşürəcəksən və ora dövlət qurmaya çalışacaqsan, eyni halda Tehran və Kərəcdə olan türkləri organizə edib öz cəmiyyət ölçüsünə görə haqq sahibi edəcəksən, planın və proqramın olacaq. Eyni halda Türk kantonlarında, İranın güneyində, quzeyində, harada varsa, onlarda, o kantonlarda bir türklərə bir avtonom yaratmaq üçün çaba göstərəcəksən. Bu vasitə ilə Azərbaycan mərkəzli zehniyyət yanlış bilirəm, qısıtlı bilirəm və istiqlalçı məfkurənin içindən qaynaqlanan bir zehniyyət bilirəm. Və elə buna görə də istiqlaliyyət zehni ilə bugün İranda Türk məsələsinin çözümünü
qısıtlı olmasını düşünürəm. Amma Türk mərkəzli zehniyyət eyni halda ki Azərbaycana düşünüb və Azərbaycanda bir hakimiyyət qurmasını düşünür. Eyni halda Tehran və Kərəc, eyni halda başqa Türk kantonlarına bir atonumu qazanmağa bir strateji qurur. Mən Türk mərkəzli zehniyyət əsasında Türk Milli Demokratik Hərəkatına strateji qurmağını daha olumlu və etkili bilirəm. Və Azərbaycan mərkəzli zehniyyətini qısıtlı, zəif və olumsuz görürəm.